İtalyanların dediyimiz kimi karbonara yeməyində iki cür üsul olur. Biri İtalyan üsulu, biri beynəlxalq üsul. Beynəlxalq üsul qaymaqla və yumurtanı bişirərkən əlavə etməkdir. Amma İtalyan üsulü yumurtanın sarısı və pendir, bu biraz daha sulanda əlavə edəcəyik. Pendir əlavə edərək bundan bir yumurtalı, pendirli bir xəmir hazırlayırıq. Bu kıvamda. Bu kıvamda bir xəmir hazırlayırıq. Və bu xəmiri hazırladıktan sonra pastamızı, linguini və yaxud da spagettini fərq etməz pişirdikdən sonra tavada qovurarkən bundan əlavə edirik və pastanın suyundan əlavə edirik. Yəni makaronun suyundan əlavə edərək bunları birləşdiririk. Və bu da bizim bildiyimiz klassik carbonara olur. İtalyan üsulü. Xəmirimiz gördüyünüz kimi bax, xəmir kimi akışkan deyil, xəmir formasında. Pendirlə yumurtanın sarısının birləşməsindən yaranan bir xəmirdir. Bu şəkildə. İndi keçək onu pişirməyə.